Bu daş qoyuruq kənara, bizə lazım deyil. Lazım olan daşı aparırıq, yerində yoxlayırıq. Əlavə yonulacaq yer varsa yonuruq. Yəni bu formada düzgün kəsilir. Və laqonda ilə daş kəsəndə tam 90 dərəcə və yaxud biraz içəri. Yəni ki, daşın içəri tərəfi çölü olarsa, salacağımız yerə iki daşın arasına çətinliklə girər və yaxud girməyəcək. Videomu burada dayandırıram, gedib yoxlayıram. Əgər yaxşı olarsa, yerinə kleyləyəcəm. Daşı gətirdik. Daşın yeri buradır. İndi oranı yoxlamaq üçün neyinirik? Yaxınlaşdırdıq. Aferin. Daş buranındır. Bu cür rank olacaq burada. Bura isə bu formada yenə bu çərçivə ilə davam edəcək. Dedim buranın daşını da kəsim gətirin. Bu daş uyğun gəldiyinə görə eyni ölçüdə, eyni formada ikisi var. Birini də gətirim, cılalayım, yonum, təmizləyim. Mişar izindən azad edeyim. Ondan sonra üçünü də kəsəcəm. Kəsəndən sonra aparıb yavaş-yavaş montaj edəcəm divara.